Yeni yasamalda 5 otaqlı Leningrad layihəli mənzil təcili olaraq satışa çıxarılıbdır, barterdə mümkündür. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda Qismət Şallıq sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan qanuni 5 otaqlı, tam təmirli, sənədi kupçu olan bir mənzildir ki, satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil əşyalı olaraq satılır, mənzili barter etmək də mümkündür. 3 otaqlı yeni tikilib binalarda olan mənzillərlə. Mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şallıq sarayının yaxınlığında. 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan qanuni 5 otaqlı mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır. Mənzili barter etmək də mümkündür. Barter etmək şərti ondan ibarətdir ki, yeni tikili binada qanuni 3 otaqlı təmirli mənzil olmalıdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına və bu binada qaz, su, işıq daimidir. Mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazini də bildirdim. Qiyməti 225.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda təcili olaraq 4 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 150-200 metr məsafə var. Həmin mənzildə yerləşir bu binada 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində mənzil qanuni 2 otaqlı mənzil olubdur. Sonradan artırılaraq 4 otaqlı mənzil olubdur. Hal-hazırda ümumi sahəsi 110 kvadratdır. İdeal təmirlidir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Sadəcə televizor istisna olmaqla. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xəttlərinin dayanacağına, məktəbə və bağçaya çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani və Dadaş Bünyadsadə küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi kupçasında 60 kvadrat kimi qeyd olunan bu mənzil sonradan artırılaraq 4 otaqlı mənzilə çevrilibdir. Hal-hazırda 110 kvadrat ümumi sahəsidir, 4 otaqlıdır, ideal təmirlidir. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti
168 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. 20 yanvar metrosunun yaxınlığında Moskva prospektində 5 mərtəbəli köhnə tikili binanın 1-ci mərtəbəsində bir otaqdan 2 otağa düzəlmə, ideal təmirli bir mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir 20 yanvar metrosunun yaxınlığında Moskva prospektində 5 mərtəbəli köhnə tikili binanın 1-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, ideal təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 1-2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Məktəb, bağça demək olar ki, binanın yaxınlığındadır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizə heç bir faiz tələb etmədən paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir 20 yanvar metrosunun yaxınlığında Moskva prospektində 5 mərtəbəli köhnə tikili binanın 1-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, tam təmirli mənzildir. Mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər əvvəldə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 1-2 dəqiqəlik məsafədə yerləşir və bununla bərabər 20 yanvar metrosu yaxınlığından keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 115 min manatdır. Real alıcı olduğu təqdirdə mənzil sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Mida yaşayış kompleksində 4 otaqlı dövlət ipotekasında olan mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni inşa olunmuş 9 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 116 kvadrat olan qanuni 4 otaqlı tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Mənzilin qazı, suyu, işığı daimidir. Liftləri işlək vəziyyətdədir. İsitmə sistemi kombidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilində olan 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil hal-hazırda 4%li dövlət ipotekasındadır. İstəyən nəqd şəkildə, istəyən də dövlət ipotekasını öz adına keçirtməklə əldə edə bilər. Videomuzu sona dək izləyin. İlkin ödənişi, nəqd qiyməti, nə qədər borcu qalıb, hamısı haqqında məlumat verəcəyim. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində.
9 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 116 kvadrat olan qanuni 4 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan, qazı, suyu, işığı daimi olan, lifləri işlək vəziyyətdə olan bir mənzildir. Təcil olaraq satışa çıxarılıbdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilində olan 9, 10 və 7B nömrəli avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzil hal-hazırda 4%li dövlət ipotekasındadır. Mənzili nəqd şəkildə əldə etmək istəyənlər üçün bildirim, mənzilin qiyməti 252.000 manatdır. Yox, əgər siz bu mənzili, ipotekanı, yəni öz adınıza keçirdə bildiyiniz təqdirdə mənzilin ilkin ödənişi 174.000 manatdır. Mənzilin bugüna olan borcu 78.000 manatdır. Aylıq ödənişi 393 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.